Yeni videodan herkese salam. Bugün video çəkəcəm Instagram üçün. Ayın 10-unda təlimim olacaq. Onun üçün yeni bir video çəkirəm və istəyirəm ki, o videonun makyajını da bir yerdə eləyək. Çox zaten abartılı bir şey olmayacaq, sadə bir şey olacaq. Burası güzgü buradadır. Mən bura baxmaq məcburiyyətindəyim. Siz oradan yandan baxın mənə. Saçımı arkadan belə yığmışam. Çünki üstündə buradan baxsam daha yaxşı deyim. Belki de güzgü qoysam daha yaxşı olar sanki. Bir də göz istəyirəm. Əslində xərcəm biləcəm ama özümü əkizlər kimi aparım bu dəqiqə. Bir dəqiqə. Əla. Həm siz görün belə rahat, həm də mən rahat eləyə bilirim. Neysə, ayın 10-da bizim təlimimiz olacaq inşallah. Əyani formada istəyirik keçirək. Onun üçün videolar çəkmək lazımdır. Düzdür, biz birini çəkmişik, amma yenə də çəkmək lazımdır. Ona görə də qısa bir video istəyirəm çəkim. Çünki bu təlim həqiqətən də çox maraqlı bir təlim olacaq. Hər kəsin verdiyi təlimdən fərqli özəlliklərə sahibdir. Digər kurslardan fərqli olaraq yeni özəlliklər əlavə etmişik. Hansı ki, düşünürəm ki, mən özüm də vaxtı ikən, yəni kursa getdiyim üçün nələrin əksik olduğunu çox yaxşı bilirəm. Və ətrafımda da mənim kursa gedən və kursa gedib bitirib mənə müraciət edən tələbələr olduğu üçün bilirəm ki, nə lazımdır. Və o özəllikləri mən bu təlimə qoşulacaq tələbələr üçün əlavə elədim. Hansı ki, bir çox kurslar, bir çox müəllimlər bunu etmir. Bilmirəm niyə. Amma məncə olmalıdır. Bunlardan biri təlimdən sonra müəllimlə əlaqənin qalmasıdır. Mən istənilən tələbəmlə əlaqəmi daim saxlayıram. Təbii ki, onlar yazıb axtardığı müddətcə, çünki mənim də digər tələbələrim olur yeni və başqa əməkdaşlıqlar və s. olduğu üçün mən artıq belə deyim, özüm yadımda qalanlarla maraqlanıram, amma bəzən unuda bilirəm ki, bu falan tələbəm var. Yəni onlar da məni axtardığı, mənə ehtiyac duyduqları anda yazdığı zaman əlimdən gələni əsirgəmirəm. Və bunu məncə hər kəs etməlidir, tək mən yox. Bəzən biz belə deyim də egoist ola bilirik bu mövzuda. Mən keçmişəm, sağ ol, get özün bilərsən. Bəlkə mən yanılıram, bilmirəm. Bu haqda yorumlara yazarsınız. Həqiqətən bu dövrdə egoizm olmaq lazımdır, yoxsa mən düzgünmü edirəm? Mən məsəl üçün tələbələrimə dərsləri elə bil ki, video halında verirəm. Hətta bir neçə tələbəm olub ki, mənə sonradan yazıb ki, mən itirmişəm, həmin videolar məndə yoxdur, mən təmənnasız həmin videonu göndərmişəm. Halbuki mən vaxtı ikən bunu yazdığım zaman mənə geri dönüş belə etməmişdilər. Sağ olsunlar. Geri dönüş etmədilər ki, yəni göndərək və yaxud da heç ödəniş elə ondan sonra göndərək, heç bir cavab ala bilmədim. Ona görə də düşünürəm ki, belə şeylər lazım deyil. Ola bilər, məsəl üçün həmin video o an səndə də olmaya bilər. Amma məncə düzgün bir addım deyil. Hər nəsə. Bir özəlliyimiz budur ki, biz daimi olaraq tələbəmizlə əməkdaşlıq eləyəcəyik. İndi mən bunu çəkəndə heç cür danışa bilməyəcəm sizlə. Ona görə də mən bunu çəkim, elə gəlim davam eləyək. Çəkməyə çalışdım. Biraz burada anormallıq var, amma onu sonra düzəldərik. Çünki çox diqqət edəndə çox şey çıxır. İkinci bir özəlliyimizi deyim sizə. İkinci bir özəlliyimiz isə tələbələrin hər birinə meta əməkdaşları ilə əlaqə qurmağı öyrədəcəyik. Yəni, hər hansısa bir problem yarandıqda öncə meta əməkdaşları ilə o problemi həll eləməyə çalışacaqlar. Daha sonra əgər alınmasa, yəni həll eləyə bilməsələr, bizimlə əlaqəyə keçə bilsinlər deyə birinci özəlliyi də ona görə verirəm ki, istənilən halda mənimlə əlaqə saxlaya biləcəyini bilsinlər. Çünki bu kursu bitirəndən sonra hər kəsin, ya məsəl üçün də öz biznesi olanlar üçün deyim, istəyirlər ki, orada sərbəst reklam verə bilsinlər. Amma
reklam vermək də digər hər bir şey kimi, yəni hər bir peşə kimi təcrübə istəyir. Ancaq ilk dəfə reklam verən, yəni o təcrübəni çox təəssüf ki, ala bilmir. İstənilən halda, düzdür, biz praktik olaraq öyrədəcəyik hər bir şeyi, amma yenə də o qədər funksiya var, o qədər seçim var ki, o qədər problemlə qarşılaşa bilərlər ki, mən misal üçün uzun müddətdir bu işin içindəyəm və hətta hal-hazırda belə bəzi hesablar var ki, ilk dəfə görürəm o problemləri orada. Ona görə də bu elə bir şeydir ki, daim sizin yanınızda sizə dəstək ola biləcək birinin olması sizin üçün çox-çox yaxşı bir haldır. Və bu dəstəyi də biz ona görə veririk ki, Meta əməkdaşları ilə həll eləsinlər, eləyə bilmədikləri halda mənimlə əlaqəyə keçsinlər. Bu da mənim digər verdiyim özəllikdir, təlimdə üstünlükdür. Digər üçüncü isə yəqin ki, bunu bir çox SMM-lər və yaxud bir çox tələbələr və yaxud ətrafında olan hətta hər kəs deyir ki, bu dəlilikdir bunu etmək. Yəni mən olsam etməzdim. Mənim bu təlimdən sonra bu təlimə qoşulan hər kəs mənim gələcəkdə keçirəcəyim bütün seminarlarda, webinarlarda tam pulsuz iştirak etmə haqqları olacaq. İstənilən vaxtı, yəni bu bir müddətlik deyil, daimi onlara veriləcək bir xidmətdir. Bunu da nə üçün edirəm? Çünki daim sosial media yenilənir. Zaten ildə 3 dəfə yenilənir artıq. Ona görə də bunu etmək məcburiyyətindəyəm. Hər kəs deyə bilər, özləri öyrənsinlər, özləri edə bilərlər, əgər istəsələr edə bilərlər, amma yəni mən də edə bilərəm. Yəni məndən burada heç nə getmir. Dediyim kimi mən yəni orada itirəcəyim heç nə yoxdur. Zaten seminarlarımı ödənişsiz seminarlar da verirəm. Ödənişli olduğu halda, yəni o şəxslərin orada ödənişsiz iştirak etməyi məni heç narahat eləmir və əsla mən tələbəmə deyə bilmərəm ki, get özün öyrən. Yəni bu nə qədər düzgündür, nə qədər düzgün deyil bilmirəm, amma mənə görə belə olmalıdır. Çünki mən bu təlimi vermişəm, təməl olaraq bilgiləri vermişəm. Bəzən tələbələrdən bəziləri bunu öyrənə bilir özü, amma bəziləri öyrənə bilmir. Yəni hardan öyrənə biləcəyini də bilmir və yaxud da hər hansısa bir bəlkə ailəvi problem və yaxud şəxsi problem, sağlıq problemi, hər nəsə də ola bilər ki, qaçıra bilsin ipin ucunu. Mən bunu sunuram da, yəni deyirəm ki, gəl qoşul, tam ödənişsiz bütün seminarlarımda, webinarlarımda ödənişsiz şəkildə iştirak edə biləcək bu təlimə qoşulan hər kəs. Bəli, bu özəllikləri sadəcə biz veririk. Başqa hər hansısa bir yerdə görməmişəm. Yəni görsəm, deyərdim ki, falan yerdə də var. Əgər sizin bildiyiniz bir yer varsa, deyə bilərsiniz. Çünki həqiqətən bu özəllikləri verən yerlər varsa, onları da təbrik edirəm. Çünki hər zaman deyirəm, öz işığına güvənən başqasının parıldamasından qorxmaz. Əgər bir tələbə mənimdirsə, nəyə görə gedib başqa bir kursda deməlidir ki, mən Hüsnü xanımın tələbəsi olmuşam, öyrənə bilməmişəm və yaxud da öyrənməmişəm, hər nəsə. İndi də gəlirəm sizin kursa. Yəni mən bundansa gələcəkdə bütün seminarlarımda, hamısında tələbələrimi görməyə razıyam. Turşumuz da bırak bunu da və videomuzu çəkməyə başlayaq. Çünki bizə videonu çəkərkən gün işığı lazımdır. Mən hər nə qədər də studiya işığı olsun, əlavə məsəl üçün işıq olsun, led işıqlar, yəni məncə bunun yerinə heç nə vermir. Yəni gün işığının yerini heç nə verməz. Makyajım bitdi və bu müddətdə sizlərlə təlim haqqında öz fikirlərimi danışdım. Əgər sizin də fikirləriniz varsa, buna bir münasibət bildirə bilərsiniz və yaxud da təklifiniz varsa, təklifinizi də qarşılaya bilərəm. Yəni bunu da istifadə edə bilərəm. Qeyd eləsəz sevinərəm. Və bu müddətdə sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Mən isə gedirəm hal-hazırda videolar çəkməyə. Siz isə burada qalın, çünki növbəti videoda görüşəcəyik. Hələlik!